Top universitetlər tələbə namizədlərini hansı kriteriyalara əsasən dəyərləndirirlər? Araşdırmalar göstərir ki, top universitetlərə qəbul olmaq rəqabət mühitində sağ qalmaq qədər çətin ola bilər. Burada hamı ən yaxşısı olmaq üçün mübarizə aparır. Yəni dünyanın ən yaxşı məktəblərindən ən yüksək akademik nəticələrlə müraciət edən bu tələbələrdən fərqlənmək üçün xüsusi bacarıqlar və üstünlüklər tələb olunur. Akademik fəaliyyətlər və məktəbdənkənar layihələr ümumilikdə namizədlərdən gözlənilən aşağıdakı əsas xüsusiyyətləri əks etdirməlidir. Liderlik. Liderlik bacarığı yalnız qrupun başında olmaq deyil, həm də ətrafınızdakıları motivasiya etmək, komanda daxilində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün hər kəsi bir araya gətirə bilmək deməkdir. Yaradıcılıq. Universitetlər mövcud problemlərə fərqli yanaşmalar gətirə bilən və yenilikçi həll yolları təklif edə bilən tələbələri dəyərləndirirlər. Dərin maraqlılıq. Top universitetlər müraciət etdiyi sahələrə həqiqi bir maraq göstərən və həmin sahəyə dərindən bağlı olan tələbələri axtarır. Davamlılıq. Hər hansı bir fəaliyyətə uzun müddət bağlı qalmaq və zamanla həmin fəaliyyət sahəsini inkişaf etmək universitetlər üçün çox dəyərlidir. Bizim üçün əsas hədəf olan Dream universitetləri ətraflı araşdıraraq onların hansı profilli tələbəyə daha çox üstünlük verdiyini öyrənə bilər, profilimizi yaradarkən buna diqqət edə bilərik. Kanala abunə olmağı və bildirişləri açmağı unutmayın ki, belə önəmli mövzuları qaçırmayasınız.